Kərbəla şəhidlərinin içində Həzrəti Əbəlfəz ən üstünüdür. Hədislər belə deyir. Deyir ki, Allah Əbəlfəzə elə bir məqam verəcək ki, bütün şəhidlər ona qibt eləyəcək. Həzrət Əbəlfəz ağanın belə bir məqamı var. Həzrət Abbas, 30 neçə yaşı var idi onun. Bu Əbəlfəzi necə vəsf edir məsumlarımız, necə tərifləyir? Deyir ki, nafizəl bəsirə. Deyir ki, o iti bəsirət sahibi idi. Yəni, ağıllı adam idi, dərin adam idi, düşüncəli adam idi. İmam Hüseyin dedi ki, bir nəfsi əntə, canım sənə qurban olsun. Onun hərəmi də ayrı oldu. Onun hərəmi İmam Hüseynin hərəmindən ayrıdır. Onun adı o qədər əzəmətlidir ki, 2 gündür, bir Aşura, bir Tasua. Aşura İmam Hüseynin günüdür, Tasua Əbəlfəzin. Həqiqətən heyrətdə düşür adam. Adam heyrətə düşür ki, bu kişi getdi, belə necə oldu? Hər yerdə qoşalaşıb, hərəmlər olub Beynül Hərəmeyn, Hərəmeyn 2 hərəm deməkdir də. Kərbəlada imam şəhid olub, 2 dənə hərəm yaranıb. Gəlib imamın işinə şərik olub bu qədər. Zəvvarlar xoş, ziyarətlər də deyirlər Ramazan ayında yazılır. Ona görə dua edir Ramazan ayında. Kərbəla istəyin, həcc istəyin, kimin ziyarət istəyin. Çox görməli bir yerdir. Görsən zəvvarlar gəlir, deyir, hardan gəlir, hansı hərəmlə? O deyir, Əbəlfəz ağanın hərəmlə getmişdir. Bu deyir, İmam Hüseyin ağanın. Halları ifadə eləmək olmur. Görün, hara gedib ucalıb ki, hərəmi gəlib məhsumun yanında qərar tutub, zəvvarlar ora ayrıca gedir, bura ayrıca.